23-cü sual fiqurların sahəsinə aid sual. Burada trapesiyanın sahəsidir. Burada üçbucağın sahəsidir. Düzdür, burada üçbucağın sahəsi birinci zonada düşən açıq sual idi. Amma burada qapalı testdir. Açıq sual olmasına baxmayaraq nəticədə eyni səviyyəli sualdır. Düzdür, deyə bilərsiniz ki, burada bəs təm bölənin xassəsindən istifadə edək də. Yəni o düsturu bilməliyik də biz. Onun üçün qeyri-adi nəsə özümüzdən bir xətt çəkmirik və ya başqa bir neçə dənə düsturu sintez edib tapmırıq. Bu da trapesiyanın sahəsi bəsit sualdır. Oturacaqları cəminin yarısını vururuq hündürlüyə. İkisi də eyni səviyyədə sualdır. 24. Həndəsə əsas anlayışlarına aid bir sualdır. İki məhsullu tənlikdir. Alfa, betanın bir-birindən asılı, qamma ilə finin bir-birindən asıllığından yazırıq. Həm də faizi tətbiq edib yazırıq. Burada amma bu da iki məhsullu sualdır. Sadəcə tənlik qurmağa aid sualdır. İki məhsullu tənlik qurmağa aid sualdır. İkisi də eyni səviyyəli, eyni, yəni demirəm asandır, amma eyni səviyyəli sualdır. İkisi də orta səviyyə deyə bilərik, ikisinə də çətin deyə bilərik. Nəticədə ikisi də eyni səviyyəli sualdır. Çoxluq, yəni sonuncu sualda birinci zonada çoxluqdur 25-ci sual, ikinci zonada da 25-ci sual çoxluq olmasa belə onunla qarşılaşdırırıq. Bu sual biraz vaxt aparan sual idi. Bu sual amma çox sadədir. Çoxluğun elementləri verilib, A-nın B-dən fərqində yerləşən çoxluğun elementlərinin. Bu daha asandır. Bu da əslində asandır. Sadəcə bir səviyyə yuxarı olduğuna görə, yəni burada 3x üstə gəl 4-ü 19 çıxılsın 2x-dən böyük eləyirik birinci mərhələdə. 19 çıxılsın 2x-dən daha böyükdür. 3x üstə gəl 4. Burada elə verir. Ondan sonra da bu A-nın B-dən fərqinin də müsbət olduğunu təyin eləməliyik ki, x-in qiymətlərini tapaq. Buna çətin və ya orta da deyə bilərik. İndi gəlin, bunları ümumi bir müqayisə edək.